Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, müayinə nəticəsində Səyyad Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb. Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir, ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq. Qeyd edək ki, ECMO ekstrakorporal membran oksigenləmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.